Səbəbi dostlar, sadəcə koladır ya, mən kola şey həqiqətən çox xoşam. Amma qablaşdırması qəşəngdir, ona görə puan verirəm. Belə qapağı falan, su qapağı. Yəni mən belə şeylər həqiqətən çox xoşam. Amma dostlar, bir problem var ki, dişləyirəm, amma necəm, qutaraq yandı düşmən dişlərim, amma necəm dişləyir, ya parçalar. O gün mən 10-da 5 yox, 10-da 3 verirəm. Qablaşdırması və necəm kolar şey olduğu üçün, ya ona görə mən belə oy verirəm. Yoxsa 10-da 0 verərdim. İndi isə mənim qardaşım yoxlasın, desin. Mən yoxladım, indi dadı heç icazəsi deyil, yəni açıq danışma lazımdır. Heç koladan əlaqəsi yox, kola dadı gəlmir. Yəni belə qablaşdırması qəşəng, qablaşdırmasına görə 10-da 1. Qablaşdırılması belə. 10-da 1. İndi də göstərdim. Dostlar, amma indi mən bunu belə qapardı, yəni parçaladım. Yəni elə bilsin necə yeyilmək lazım. Bunu biraz ağzında saxlamaq, sulandırmaq, sonra içəm. Vaxtın, yəni parçadan sonra həqiqətən 10-da 5 verirəm indi. İndi Mərd qardaşım oy versin. Mən iki qardaşımın fikrinə də qatılıram. Qablaşması çox gözəl görsənir, amma məncə də dadı heç kolaya oxşamır. Mən 10-da 4 verirəm. Aha, ola bilər. İndi isə sıradakı şey yoxlayaq. Aha, indi isə belə bir qərəm yoxlayaq. Dostlar, mən həqiqətən qablaşdırması çox bəyəndim. İndi isə birinci dadım eləyək, sonra isə bir özəlliyi var bunun, onu yoxlayaq. İndi isə hamımız bilirdə, hamımız dadaq. 3, 2, 1. Dostlar, bir saniyə. Dostlar, bir siz dadını ətərdim. Bu MMS'lər olur yumuşaq. Mən bunu həqiqətən çox bəyəndim. Mən şokoladda olan şeylərin hamısını çox bəyənirəm. Ona görə də mənim puanım 10-da 8 olur. Bilsin, çünki qablaşdırılmasının qabı görüntüsü bu boydadır. Yəni təxmini elə baxın buradan dolmuşdur. Yəni ona görə 10-da 8 olur. Amma ağzına kimi olsa həqiqət 10-da 10 verərdim. İndi sən Məus qardaşımın puanlasın. Məncə qablaşdırılması qəşəngdir. 10-da 5 artı. 10-da 5 artı. Dadı qəşəngdir, 10-da 3. Amma pis şey olan bir şey var, içində az var. Ona görə 10-da 8 məquldur. Məncə də yəni buna haqqıdır. Əgər ağzına kimi olursa, həqiqət 10-da 10 verəm. İndi isə Mərd qardaşım puanlasın. Məncə də qablaşdırılması çox qəşəng görsənir. Dadı da normal şokolad dadıdır da. Mən buna 10-da 7 verirəm. Aha, anladım. İndi isə sıradakini yoxlayaq. Dostlar, bunun bir özəlliyi dedim sizə. Bu dostlar görürsünüz, ucu sarıdır. Bunun ucu sarıması. İndi burada bir bərqim var. Yəni, başlarsam, bir şey yazdım. Dostlar, yəni görsəm, necə? Baxın, görsünüz, həm yazır. Baxın, belə görsərəm, belə. Göz yazır bu. Elə bir həm bunu alsam, həqiqətən karandaşlar alsam. Yəni bunlar bütün rəqonlarla alsam, bir dənə rəngli karandaş dəsi çıxarılır. Həqiqətən yapar, amma həqiqətən rəngi də çox qəşəngdir, mən bəyəndim. Amma bu problem var ki, məsələn, bu işlədiği zaman sonra tulan filəcək. Nəsə, indi isə sıradakini yoxlayaq. Aha, dostlar, indi isə belə bir şey yoxlayaq. Dostlar, bunu da gördüm. Kremiyə baxın. Buna artı 6 puan mən indi verdim. Artı 3. Dostlar, mən indi belə şeylərdən tanım. Adı bu biraz balaca boydu. Ona görə anlanca qardaşımı vermək istəyim. İndi isə qardaşlarımı yoxlasınlar. 3, 2, 1, yeyə bilərsiniz. Sən yeyə. İndi birinci Mərdlə başlayır. Həmçəcək Mərdlə başlayır. İndi isə Mərd qardaşımla başlayır. Bunun içində şirəsinin dadı çox bəyəndim. Çölün də çox bəyəndim. Qablaşması da çox gözəldir. Baxın, qablaşması belədir. Dostlar, bunun əslində aldatmalı var. Siz niyə? Bunu mən elə bilirəm ki, qabıda sarıdır. İçindəki, yox. Mən bunu elə bilirəm ki, bu üz yoxdur muşdur. Elə bilirəm o üz rəngdir. O jebonsuz, amma heç var. Bizə əsas dad lazımdır.